Deməli, immunitet deyəndə bəzi insanların nə yemək və nə içmək başa düşülür. İmmunitet deyəndə insanın bütün yaşayışının hamısı nəzərdə tutulmalıdır. Həm yemək, həm içmək, həm gəzmək, həm hava, həm əsəb. Düzdür, uşaqda, 3 yaşlı uşaqda elə bir əsəb gərginliyi olmaz inşallah. Onunla bağlı bir problem olmaz. Amma mütləq hər gün 1 saat havada gəzməlidir. Uşağı havaya çıxartmaq lazımdır. Mən təəssüf edirəm ki, elə dostlar, tanışlar var ki, vətəndaşlarımız var ki, uşaqlarını həftələrlə çölə çıxartmır. Birinci növbədə uşaq hava almalıdır. Çalışın uşağı heç olmasa gündə 15-20 dəqiqə olsa günəşli havada gəzirin, D vitamini olan tələbat ödənsin və bundan sonra yeməklərinə diqqət olunmalıdır. Uşaqlara sənaye məhsulu mən demirəm heç verməyin. Vermək olar, amma mütləq valideyn nəzarətində. Yəni valideyn nəzarət etmədən uşaq ürəyi nə istədi, alsın, yesin, bunu eləməyin. Biz bir həkim kimi çox uşaqlar görürük. Qidalanma pozğunluğundan, stressdən, sonra piyələnmədən əziyyət çəkən uşaqlar, immun sistemi tamamilə məhv olmuş uşaqlar, allergiyadan əziyyət çəkən uşaqlar. Bunların hamısının əsas mənbəyi nədir? Sənəyləşmiş qidaların daha çox qəbulu. Təəssüf ki, bu qidalar gündən-günə artır, çoxalır. Hətta hamilə analar belə bundan daha çox yedikdə uşaqları xəstə doğulur, uşaqlar xərçənglə doğulur və bunların hamısına diqqət olunmalıdır. Uşaqlarınıza salat yeməyi öyrədin, uşaqlarınıza təbii qidaları yeməyi öyrədin, sonra ət məhsullarını yeməyi öyrədin. Lobiyadır, ət məhsullarıdır, sonra tərəvəzlərdir. Bax, tərəvəzləri mütləq uşaqlarınıza sevdirin, onları yeməyi öyrədin. İmkan varsa bir tərəvəz şirələrindən soğundurdur, köhdür, balqabaqdır, almadır. Bunların şirələrindən uşaqlarınıza tez-tez verin. Əgər kompleks şəkildə uşaq qidalanarsa və normal havasını alarsa, o uşaqda inşallah ki, elə bir problem olmaz.